Salam, bu videoda Fahrenheit məsələlərin hesablanma qaydasını sizə izah edəcəm. Sinif 7-ci sinif dərsliyidir. Və burada izaha keçməmişdən əvvəl sizdən xahişim odur ki, əgər video sizin üçün uyğun olarsa, kanala abunə olub like atarsınız. Burada bu maraqlıdır hissəsində qeyd edir ki, yəni buna diqqət etmək lazımdır. Fahrenheit şkalasına görə suyun donma temperaturu müsbət 32 Fahrenheit, qaynama temperaturu isə 212 Fahrenheitdir. Və bunlar arasındakı demək ki, fərq, yəni Fahrenheitlər arasında həm donma, həm də qaynama arasındakı fərq 180 dərəcəyə bərabər olmalıdır. İndi buraya keçək. Bax, belə bir şey qeyd edək ki, məsələn, suyun donma temperaturu 0 dərəcədir. Əslində bunlar fizikaya aiddir, amma qarşımıza çıxa bilər deyə öyrənirik. 100 dərəcə isə suyun qaynama temperaturudur. Yəni 0 dərəcə donma temperaturudur, 100 dərəcə isə qaynama temperaturudur. Və kitabda da göstərildiyi kimi 32 Fahrenheit suyun donma temperaturudur, yəni donma Fahrenheitidir, 212 isə qaynama Fahrenheitidir. Bu zaman qarşı-qarşıya yazdıqda, yəni sıfıra donmaları 1 yazırıq, qaynamaları da 1 yazırıq. Burada da bizə qeyd edirdi ki, Fahrenheit arasındakı fərq, qaynama, yəni donma arasındakı fərq 180 dərəcəyə bərabərdir. 180 dərəcəyə bərabərdir. Bu zaman belə bir qayda çıxarda bilərik ki, bizdə temperaturlar arasındakı fərq də, yəni suyun qaynama temperaturu ilə donma temperaturu arasındakı fərq də 100 dərəcəyə bərabərdir. İstənilən Fahrenheiti dərəcəyə, dərəcəni Fahrenheitə və yaxud da ki, Fahrenheiti mənfi də verə bilər, müsbət də verə bilər, fərqi yoxdur. Hər bir halda 100 dərəcəni, yəni buradan aldığımızı 100 dərəcə aldıq və burada da 180 dərəcə Fahrenheit aldıq. Aslında bu Fahrenheitdir. Bunları qarşı-qarşıya yazırıq. Bunlar Fahrenheitdir. Bu temperaturundur, bu da isə Fahrenheitidir. Və verilən temperatura baxırıq. Məsələn, 58,1 qeyd edirik bura. Temperaturu temperaturun altından yazırıq. Fahrenheitə də bilmirəm, yəni onu tapacam onsuz. X Fahrenheit. Daha sonra nə edirik? Buradan X-i tapırıq. X Fahrenheit bərabərdir. 58,1-i vururuq 180 dərəcəyə, 180 Fahrenheitə, bölürük 100 dərəcəyə. Buradan da bərabərdir. Hesablasaq, deməli, 58,1 vursaq 180-ə və bölərik 100-ə, alırıq 104 %58. Baxın, bilmirəm, görünür yoxsa yox. 104,158. Əgər temperaturu Fahrenheitə çevirəcək isə, üzərinə 32 gələcək. Yəni, bu qaydadır. Əgər verilən, tapdığımız X-i, tənasübdən X-i tapdıq, məsələn, 104,58, temperaturu biz Fahrenheitə çevirmək istəyirdiksə, bu zaman X-dən aldığımız, tənasübdən aldığımız qiymətin üzərinə 32 gəlirik və burada da 104,58 üzərinə 32. 136,58. 136,58. Bir dəqiqə. 136,58. Aha, bu bizim Fahrenheitimiz oldu. Yəni 58,1 dərəcə 136,58 Fahrenheit oldu. Burada bunu təsdiqləmək üçün nə edə bilərik? Bir də ki, məsələn, indi Fahrenheiti verib, bunu bizdən dərəcə ilə soruşa bilər. Doğruluğunu təsdiq etmək üçün, indi Fahrenheit verib də, düzdürmü? 136,58-dən 32-sini çıxacam. Yəni, bu qaydadır. 32-ni çıxanda yerdə qalır nə qədər? 104,58. Bayaq hesabladım. 104,58. 104,58. İndi yenə də 100-ə
bayaq dediyim kimi 100-ə həmişə 180 dərəcə götürürük, Fahrenheit götürürük. Daha sonra Fahrenheit'in altından yazıram 58. Temperaturun altından da, çünki temperatur tapıram deyə x. X buradan bərabərdir. Deməli 104.158-i 104.158-i vuraram 100-ə və bölərəm 180-ə. Taparam buradan 58,1 dərəcə. Yəni bu da Tirpoli şəhərinin temperaturudur. Daha sonra məsələn burada keçən dəfə sualımızın izahında var idi. Oymyakon şəhəri -72 dərəcə. Onu da qeyd edək. Bunu dəyişək. Məsələn burada Oymyakonu yazaq -72 dərəcə. Biz bunu Fahrenheit'ə çevirməliyik. Biz qeyd elədiyimiz kimi əvvəlki izahımızda da qeyd elədik. Yəni bir qayda olaraq 100-ə 180 Fahrenheit qeyd edirik. Daha sonra temperaturumuz -72-dir və x Fahrenheit'dir. Bilmirəm nə qədər. Fahrenheit istəyir bizdən. Bu zaman x də buradan bərabərdir. -72-ni vuraram 180-ə, bölərəm 100-ə. Buradan hesablayaq. 72 vur 180 böl 100. Cavabı göstərim. 129,6 bərabərdir 129,6. Əgər qeyd elədiyimiz kimi temperaturu Fahrenheit'ə çevirəcəksə, bu mənfidir. Temperaturu Fahrenheit'ə çeviririksə, üzərinə 32 gəlirik. Yox, əgər Fahrenheit'i temperatura çevirəcəksə, bu zaman 32-ni çıxırıq. İndi biz burada dərəcəni, yəni temperaturu Fahrenheit'ə çevirdiyimiz üçün üzərinə 32 gəlirik və böyükdən kiçiyin çıxıb böyüyün işarəsini yazırıq. 129,6-dan da 32-sini çıxırıq. Qalır 97,6 Fahrenheit. Yəni bir qayda olaraq yadda saxlamaq lazımdır ki, istənilən Fahrenheit'i dərəcəyə, dərəcəni Fahrenheit'ə çevirdikdə fərq eləmir. Hər birində 100-ü 180-ə bərabər edirik və normal şəraitdə, məsələn, temperaturu verir, Fahrenheit soruşursa, temperaturu yazırıq bura. Amma bu işarələrə diqqət etmək lazımdır. Plus, minusa diqqət etmək lazımdır. Bəzən çaşdıra bilər sizi. Daha sonra Fahrenheit'ə x yazıram. X buradan da bərabərdir. Normal tənasüb kimi hesablayıram. 129,6 məsələn aldım. Temperaturu Fahrenheit'ə çevirdiyim üçün üzərinə 32 gəlirəm. Yox, əgər Fahrenheit'i, məsələn, belə bir Fahrenheit verib, deyir ki, bunu dərəcəyə çevir. Bu zaman nə edirəm? Burada -97,6 olmalı idi. Bunu nə cür tapacam? Əgər Fahrenheit'i verib temperaturu soruşursa, bu zaman 32-ni çıxacam. 32-ni çıxdıqda bayaqki aldığım qiyməti alacam. Yəni buradan da bərabərdir. -129,6. Yenə də Fahrenheit'dir bu. İndi buradan da temperatura çevirmək üçün 100-ü 180-ə bərabər edirəm və Fahrenheit'in altından Fahrenheit yazıram. Daha sonra burada x yazıram. Yəni temperatur tapacam. Bu mənfidir. Buradan da x bərabərdir. 100-ü vuraram -129,6 Fahrenheit'ə. Onu da bölərəm 180 Fahrenheit'ə. Buradan da demək ki 100 vur 129,6 12.960 12.960. Onu da 180-ə böləndə deməli 12.960 böl 180. O da bərabərdir -72.
Yəni yenə də deyirəm, bu mənfi işarəsinə diqqət etmək lazımdır. Adamı çaşdıra bilər. Çünki elə olur ki, suallarda məsələn A-dır, verir müsbət 72. Yəni bu mümkün deyil, amma verə bilərlər. Məsələn, B-də verər müsbət 40 dərəcə, C-də verər mənfi 72 dərəcə. Siz də baxa bilərsiniz ki, yəni 72-ni tapdım, amma bu sizi yanılda bilər. Yəni mənfi müsbətə diqqət edin ki, sizin üçün daha uyğun olsun. Bu qədər. Əgər video sizin üçün uyğun oldusa, bizə xoşdur. İzlədiyiniz üçün təşəkkürlər.